Müsəlmanlar hər il niyə Qurban Bayramı qeyd edir? Qurban Bayramı nə üçündür? Qurban Bayramı İslamın iki böyük bayramından biridir. Digəri Ramazan bayramıdır. Bu bayram Allaha itaət, fədakarlıq və təslimliyyətin simvoludur. Müsəlmanlar bu günü Həzrəti İbrahim əleyhissalam və oğlu İsmail əleyhissalamın Allaha olan itaətlərini yad etmək üçün qeyd edirlər. Quran-ı Kərimdə Səffat surəsində belə buyurulur. O böyüyüb atası ilə çalışmaq həddinə çatdıqda İbrahim dedi: "Oğlum, yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən?" O dedi: "Atacan, sənə buyruqlarını yerinə yetir. Allah qoysa, mənim səbirlilərdən olduğumu görəcəksən." Hər ikisi Allahın əmrinə tabe olduqları və İbrahim onu üzüstə yerə yıxdığı zaman biz onu çağırıb dedik: "Ey İbrahim, artıq sən yuxunu təsdiq etdin. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq." Həqiqətən də bu açıq-aydın bir imtahandır. Bu adi bir hadisə deyildi. Allah İbrahim peyğəmbəri oğlu İsmayılı qurban verməklə çox ağır bir imtahana çəkdi. Həzrət İbrahim əleyhissalam bu əmri tərəddüdsüz qəbul etdi. Oğlu İsmail əleyhissalam da atasının əmrinə fədakarlıq və təslimliyyətlə boyun əydi. Müqəddəs Quran-ı Kərimdə belə buyurulur: Biz ona böyük bir qurbanlıq göndərdik. İsmail əleyhissalam yerinə cənnətdən bir qoç göndərildi. Bu hadisə o qədər böyük və dərindir ki, bugünə qədər müsəlmanlar hər il bu fədakarlıq ruhunu xatırlamaq və ya yaşatmaq üçün qurban kəsirlər. Bəs qurbanın məqsədi nədir? Qurban kəsməyin məqsədi sadəcə ət əldə etmək və ya adət yerinə yetirmək üçün deyil. Müqəddəs Quran-ı Kərimdə bu barədə çox aydın bir mesaj var. Onların nə ətləri, nə də qanları Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatır. Həcc surəsi 37-ci ayə. Yəni Allah üçün əsas olan qurbanlıq heyvanın qanı deyil, içimizdəki niyyət, təqva və ixlasdır. Bu ibadət vasitəsilə insan öz nəfsinə qalib gəlməyi və malını Allah yolunda fəda etməyi öyrənməlidir. Və yoxsulları unutmamalı, həqiqi təslimliyyəti dərk etməlidir. Bəs Qurban bayramı niyə qeyd olunur? Həzrət İbrahim və İsmail əleyhissalamın itaətini yad etmək üçün, Allaha yaxınlaşmaq üçün, nəfsin tərbiyəsi üçün, mal-dövlətin sadəcə bizə aid olmadığını anlamaq üçün, ehtiyac sahiblərinə yardım etmək üçün, İslam qardaşlığını gücləndirmək üçün. Qurbanlığın şərtləri nələrdir? Qurbanlıq heyvan seçərsən bu şərtlərə diqqət edin. Qüsursuz və sağlam olmalıdır. Yaş kamil olmalıdır. Məsələn, qoyun ən az 6 ay, inək 2 yaş olmalıdır. Allahın adı çəkilərək kəsilməlidir. Niyyət səmimi olmalıdır. Ət 3 hissəyə bölünür. Bir hissəsi yoxsullara, bir hissəsi qohumlara və dostlara, bir hissəsi isə öz ailənə. Və Kəvsər surəsində belə buyurulur: Rəbbin üçün namaz qıl və qurban kəs. Və sonda, Qurban bayramı Allaha yaxınlaşmaq, fədakarlıq, təslimliyyət və mərhəmət bayramıdır. O gün təkcə heyvan kəsmək yox, öz nəfsimiz də qurban etməliyik. Həzrət İbrahim və İsmail əleyhissalamın ruhunu yaşatmaq üçün ixlasla, təmiz qəlblə və təqva ilə bu bayramı qeyd etməliyik.